hələ də öz yolunu tapmamısan, fikirləşirsən ki, bir gün gələcək ki, mən də stabil internetdə, onlaynda gördüyüm insanlar kimi oturduğum yerdən pul qazanacağam və yaxud da istədiyim yerlərə səyahət eləyəcəm və istədiyim kimi qazancımı özüm kontrol edə biləcəm. Və bu xəyallarla yaşayırsan. Amma məsələ burasındadır ki, internetdə gördüyün insanlar sadəcə sizə hansı situasiyalarını paylaşırlar. Bu situasiyalar ondan ibarətdir ki, onlar artıq müvəffəqiyyət əldə etdikdən sonra qazandıqlarını və gündəlik həyatlarında başlarına gələnləri artıq sosial mediada paylaşırlar. Təbii ki, araşdırdığınızda görəcəksiniz ki, onların da həyatında çox ağır günlər baş verib və bu ağır günlərin nəticəsi olaraq onlar həyatda nəyəsə əldə ediblər. Bu o demək deyil ki, sən oturduğun yerdə göydən bir zəmbil düşəcək, sənə küllü miqdarda pullar gələcək və hər hansı bir iş, fikri sənin beyninə vəh olunacaq və yaxud da gündəlik həyatın nə etmək lazımdır, sənə hazır şəkildə kimsə tərəfindən belə bir kitabçada gələcək və açacaqsan, oxuyacaqsan, hər şey hazırdır. Xeyr, bunlar heç bir olmayacaq. Əgər sən bugünkü həyatında sadaladığın şeylərə nail olmaq istəyirsənsə, bunlar üçün sən özün getməlisən və əldə eləməlisən. Məsələ bundan ibarətdir ki, əgər sən hələ də doğulduğun və böyüdüyün şəhərdəsənsə və bu sadaladığım şeylərin sənin də həyat və inteqrasiya olmasını istəyirsənsə, çox yanlış fikirdəsən və yanlış yerdəsən. Nə demək istəyirəm bununla? Çünki əgər yaşadığın yerdə hal-hazırda 15 yaşın var, 20 yaşın var, 25 plusdur, heç bir fərqi yoxdur. Əgər sən hal-hazırki vəziyyətin sənə xoş deyilsə, yəni daha gözəl bir vəziyyət istəyirsənsə, həyatında bir dəyişiklik istəyirsənsə və yaşadığın qəsəbədə, kənddə, şəhərdəsənsə hələ də bu reallaşmayacaq. Sən nə etməlisən? Yaşadığın şəhərdən, yaşadığın qəsəbədən kənara çıxmalısan. Çünki bu artıq beynin bir, belə deyək, artıq beyin sənin olduğun qəsəbəndə və yaxud da şəhərində, hər hansı bir yaşadığın məntəqədə artıq sərhədləri var. Sən nə etməlisən? Bu sərhədlər kənarına çıxmalısan. Yeni insanlarla tanış olmalısan, yeni challenge'lar görməlisən, yeni gündəlik həyatında görmədiyin çətinliklər ola bilər, yaxşılıqlar ola bilər, insanlar ola bilər. Bunlarla qarşılaşmalısan ki, üz-üzə gəlməlisən və onlarla savaşmalısan və yaxud da dost olmalısan ki, sənin həyatında hər hansı bir dəyişiklik olsun. Ola bilər ki, Şəmkirdə dünyaya gəlmisən, heç bir fərqi yoxdur və yaxud da Qaxda dünyaya gəlmisən ki, mən Qax rayonunda dünyaya gəlmişəm və 5 yaşımda mən köçmüşəm Bakı şəhərinə. Bu mənim, belə deyək, kontrolum altında olmayıb, valideynlərimin kontrolu altında olub ki, 5 yaşında mən təbii ki, özümü idarə edə bilmirdim. Onların düşüncələrinin nəticəsində Bakı şəhərinə gəlmişəm. Yəni, yaşadığım qəsəbəni tərk eləmişəm. Lakin tərk elədiyim müddətdən hər şey qaydasında olubmu? Xeyr, təbii ki, bu artıq mən 5 yaşım olduğumda bu iqtidar məndə deyildi. Mən hər hansı bir qərarlar vermə qabiliyyətində deyildim yaşımdan dolayı. Bəli, o zamanlarla bu zamanların təbii ki, arasında böyük dağlar qədər fərq var. O zamanlarda da çətinlikləri var idi. Bu zaman da çətinlikləri var. O zaman da asanlıqları var idi. Bu zamanın da asanlıqları var. Lakin hal-hazırki dövrümüzdə internet artıq bütün həyatımıza inteqrasiya olduğu üçün, bütün artıq hər şey internetdən idarə olunduğu üçün və internet vasitəsilə istədiyimiz insanlara, istədiyimiz şeylərə ulaşa bilməyimiz asan olduğu üçün artıq bu dövrü biraz asan deyə bilərik. Və dediyim kimi, əgər yaşadığın, doğulduğun yerdəsənsə, sadaladığın şeyləri sən də istəyirsənsə, bu mümkünsüz olacaq. Çox nadir hallarda, milyonda bir insanda ola bilər ki, yaşadığı yerdə hər hansı bir fürsət başına gəlir, o fürsəti yaxalayır və bunun arxasınca gedir və orada müvəffəqiyyət əldə edir. Deməli, əgər dediyim kimi, Kürdəmirdə ola bilər, Şəmkirdə ola bilər, Qax rayonunda ola bilər, dünyaya gəlmisən və dünyaya gəldiyin yer tərk eləməlisən, müəyyən bir vaxta çat. Ola bilər ki, məktəbi oxudun orada, artıq məktəbdən sonra universitetə çalış girəsən, amma mən universitetə girmənizi tövsiyə eləmirəm. Universitetə sərf elədiyiniz 3 ili, 4 ili, 5 ili və ya hər hansı bir kollecə 2 ili sərf elədiyinizdə gedin internet öyrənin, gedin bir AI öyrənin, süni zəka öyrənin və yaxud da kripto öyrənin və yaxud bu zamana sosial media öyrənin, sosial media marketinq öyrənin və bu zamana ayaqlaşa biləcəyiniz hər hansı bir skill, hər hansı bir bacarığı öyrənin. Və bu bacarığı əgər universitet seçəcəksinizsə heç bir fərqi yoxdur. Bakı şəhərində seçin, gedin, qəbul olun hər hansı bir universitetə və yaxud da Avropanın hər hansı bir şəhərində, belə deyək, daxil olun hər hansı bir universitetə və istər-istəməz artıq siz başqa bir yerə inteqrasiya elədiyinizdə avtomatikman oranın yeni insanlarla tanış olacaqsınız, oranın ab-havası təsir edəcək, həyatınızda görmədiyiniz şeyləri görəcəksiniz və həyatınızda eşitmədiyiniz şeyləri eşidib
onların içindən sizə uyğun olan, sizə qəlbinizə yatan və ola bilər ki, xəyalınızda olan işi orada tapacaqsınız. Və bununla da oradan ipin ucunu tapıb artıq həyatınızda yeniliklər eləyəcəksiniz. Ona görə də əgər müvəffəqiyyət qazanmaq istəyirsənsə və hal-hazırda doğulduğun şəhərdəsənsə, yenə bu sənə gəlməyəcək. Bu müvəffəqiyyət sənə gəlməyəcək. Ona görə də yaşadığın yeri tərk elə, xarici ölkəyə gedə bilərsən. Amma bir məqam burada var ki, əgər sən gedəcəyin yeri düzgün seçməsən, hal-hazırda olan bacarıqlarını belə, hal-hazırda olan vizyonunu belə itirmə qorxusu altında ola bilər. Bu nə deməkdir? Bu o deməkdir ki, deyək ki, Bakı şəhərində doğulmusan. Bakı şəhərində də fürsətlər var, insanlar, varlı insanlar var, onlarla connection qura bilərsən, communitylər var, onlarla əlaqə qura bilərsən, bacarıqlar inkişaf elətdirə bilərsən. Sən deyək ki, Bakını qoyub Suriyaya getsən, sən hər hansı bir yeni bacarıq, yeni skill orada öyrənə bilməyəcəksən. Yəni getdiyin yeri də artıq düzgün. Filippinə getsən, sən orada hər hansı bir yeni bacarıq öyrənə bilməyəcəksən. Ona görə də gedəcəyin yeri, köç eləyəcəyin yeri düzgün seçməlisən ki, gedəcəyin yerdə girişimcilərin çox olduğuna diqqət eləməlisən. Orada inkişaf eləyən bir dövlətin olduğuna diqqət eləməlisən. Ora turistlərin çox gəldiyinə diqqət eləməlisən ki, yerli cəmaatla təbii ki, inteqrasiya eləsən, hər hansı yenə də, yəni istər-istəməz lokasyonu dəyişdirmiş olacaqsan və yeni insanlarla tanış olacaqsan. Yeni fikirlər öyrənəcəksən. Lakin turistlərin gəlişli, gedişli yerlərində artıq yeni insanları hər gün tez-tez, hər həftə, hər ay görəcəyin üçün artıq sənin beynində olan o sərhədlər hamısı açılmış olacaq və sən istədiyin, ola bilər ki, uşaq vaxtında xəyal elədiyin bir peşəyə sahib olacaqsan və yaxud da ki, situasiya içinə girəcəksən. Ona görə də gedəcəyiniz yeri düzgün müəyyən eləməlisiniz. Misal üçün, mən təbii ki, Dubayda yaşayıram. İndi hal-hazırda gəlmişəm Bodruma. İstirahət üçün gəlmişəm bura. Hardasa bir maksimum 3 ay qalacam burada. Dediyim kimi başqa videoda paylaşmışam. Dubayda nə baş verdi? Bir gün videosu paylaşmışdım. Orada full videoya baxsaz artıq görə bilərsiniz ki, mən Dubayda nə məşğul olurdum və hal-hazırda vəziyyət nə cürdür və o videodan sonra bu videoya da gəlib baxa bilərsiniz ki, bir-birinə əlaqəlidir. İndi gəlmişəm Bodruma, 90 gün burada qalacam. Ondan sonra Dubaya yenidən qayıdıb artıq orada yeni planlar, yeni projelər var. Onlar üzərində çalışacağam ki, burada artıq başlamışam onlar üzərində çalışmağa və Dubaya qayıtdıqdan sonra onları həyata keçirəcək inşallah. Əgər 15 yaşın varsa, 25 yaşın varsa, 35 yaşın varsa heç bir fərqi yoxdur. Mənə neçə yaş verirsiniz bilmirəm. Mən özümü 17 yaş hesab edirəm və bir aydan sonra 18-i tamamlayacağam. Sizin də hər hansı bir fikirləriniz varsa, mənim yaşımla əlaqəli, zəhmət olmasa rəylərdə, kommentlərdə bildirin və bu video ilə əlaqəli hər hansı bir fikirləriniz varsa, hər hansı planlarınız varsa və yaxud da hər hansı projelər üzərində çalışırsınızsa və yaxud da hər hansı bir ölkəyə getməyə, köç etməyə planlayırsınızsa, öz fikirlərinizi də, yorumlarınızı da bu videonun yorumlar qismində görməyə şad olardım mən və orada biz conversation, dialoq eləyərdik və orada biz rəylərdə danışardıq. Yenə də minnətdaram. Hər hansı suallarınız varsa mənə TikTok, Instagramdan da yaza bilərsiniz. Bildiyiniz kimi Mr. Seyidov Instagramda və TikTokda. Mr. Saleh idi, onu dəyişdirdim. İndi hal-hazırda YouTube Mr. Salehdir, yenə də olduğu kimi qalır. Yaza bilərsiniz mənə sosial medialardan da. Minnətdaram, təşəkkür edirəm. Bu videonu özünüzə dəyərli bildinizsə, sizə hər hansı bir fikirlərinizin dəyişməyində kömək oldusa, kanalıma abunə olun, videonu bəyənin və dostlarınızla paylaşın ki, başqaları da faydalansın. Bir sonraki videoda görüşmək ümidi ilə.